Gəldik ən belə deyək də mənim üçün əsas, yəni hər bir Azərbaycan vətəndaşı üçün əslində əsas olmalıdır, amma mənim üçün əsas olan bir dərslərdən biridir Xalq Cümhuriyyəti. Birinci biz Xalq Cümhuriyyətinin yaranma məsələsinə baxmalıyıq. Necə oldu yarandı, hansı şərait altında yaranacaqdı. Bilirsiniz ki, 1917 fevralından Rusiyada burjua inqilabı başlamışdı və monarxiya devrilmişdi. Və monarxiyanın devrilməsi fevral burjua inqilabının bərabərində Rusiya daxilində çəkişmələrə də səbəb olacaqdı. Azərbaycanda bilirsiniz Cənubi Qafqaz Komissarlığı, komissarlıq və sonda Seyim yaranmışdı. Və bilirsiniz ki, Sovetlər Bakıda qırğınlar törədəcəkdilər, mart soyqırımları. Və mart soyqırımların törədilməsi, Seymin buna müdaxilə etməməsi, Seymin üstəlik Erməni-Gürcü fraksiyası Osmanlıla müharibə eləməsi və Azərbaycanın bu fikrini almaması və Seym daxilindəki fikir ayrılıqları artıq Azərbaycan Demokratik Qüvvələri Azərbaycanda yeni bir dövlətin yaranmasına təşəbbüs göstərir. Lakin burada Azərbaycan Demokratik Qüvvələri arasında da fikir ayrılıqları var idi. Nə idi? Bəziləri Rusiya birləşmək istəyirdilər, bəziləri Osmanlıya birləşmək istəyirdilər. Lakin bəziləri isə müstəqil olmaq istəyirdilər ki, burada isə Rəsulzadə və onun tərəfdarları idi. Digərləri isə ilhaqçı adlandırırdılar onları, çünki başqa dövlətin tərkibində birləşib öz fəaliyyətlərini və varlıqlarını qorunmağına tərəfdardır. 1918 Zaqafqaziya Seyminin sonuncu iclası keçirilib mayın 26-sında Almaniyanın təkidi ilə Gürcüstan özünün Seyminə çıxdığını elan edir və özünü müstəqil edir. Seymdən Gürcüstanın çıxması Cənubi Qafqazın fəaliyyətini tamamilə yekunlaşdırır və 1918-in mayın 27-sində Azərbaycan Demokratik Qüvvələri Milli Şuranı yaratmaqlarla bağlı qərar qəbul edir. Milli Şura 1918-in mayın 28-də İstiqlal bəyannaməsini qəbul edir və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edir və beləliklə Müsəlman şərqində ilk demokratik cümhuriyyəti yaradacaq. İstiqlal bəyannaməsində Azərbaycanın əraziləri, sonra suverenliyi öz əksini tapacaqdır. Onun məqsədləri nə idi? İstiqlal, insanların bərabər hüquqlu yaşaması, vətəndaşların bərabər hüquqlu yaşaması, beynəlxalq aləmdə tanınma, qonşu dövlətlərin münasibətlərin nizamlanması, yəni İstiqlal bəyannaməsinin məğzi budur. Yəni bunlar məğz olacaq, əsas prioritet məsələləri. İstiqlal bəyannamə qəbul edilməsi ABŞ-ın 1776-nın oxşayacaq. AXC-nin yaranması ilə Azərbaycan birinci Respublika dövrü yaradacaq. Azərbaycan Xalq Cümhuriyyəti 1918-in mayın 28-dən 1920-nin aprelin 28-nə kimi cəmi 23 ay fəaliyyət göstərəcəkdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən etibarən hakimiyyətin mənbəyi xalq elan olunacaqdır və parlament respublikası. Lakin o dövrdə biz Azərbaycan Xalq Cümhuriyyətini çox çətin bir şərait yaratmışdır. Cümhuriyyət 3 dövrə bölünür. Tiflis dövrü, sonra Gəncə dövrü və Bakı dövrü. AXC Tiflisdə elan olunmuşdur və Tiflis dövrü 1918-dən mayın 28-dən iyunun 16-sına kimidir. Gəncə dövrü 1918-in iyunun 16-sından sentyabrın 17-sinə kimidir. Bakı dövrü də sentyabrın 17-sindən aprelin 28-sinə kimi olacaqdır. Azərbaycan paytaxt şəhərləri isə Gəncə və Bakıdır. Tiflis deyil ha, Gəncə Bakıdır. Bizim Tiflisdə elan eləmə səbəbimiz Zaqafqaziya Seymi iclası oradaydı deyə, Tiflis mərkəzi idi deyə Zaqafqaziya Seyminin və bütün iclaslar orada keçirildi. Biz orada elədik. Bir də ki, ikinci ən əsas səbəb. Bakı XKS-nin tərkibindədir. Bakı Xalq Komissarlar Soveti var idi, bilirsiniz, keçmişi mart soyqırımında və digərlərdə. XKS-nin tərkibindədir. Biz Bakını istəyirdik birinci paytaxt edək, amma biz məcburiyyətdən Tiflisdə elan eləmişdik. 1918-ci ildə olacaq. Qanunverici orqan deyəndə birinci Milli Şuraydı. Çünki parlament elə çağırılmamışdı. Sonra parlament olacaq. İndi parlament bir zaman danışacaq. İcraedici orqan isə hökumət kabinetləri. 5 hökumət kabinetimiz olub. Bunun ilk üçünə Fətəxan Xoyski, son ikisini isə Nəsib bəy Yusufbəyli rəhbərlik eləyəcək. Yəni hökumət kabineti. Bildiyimiz İngiltərə necə təkcə baş nazir olurdu. Başa düşdünüz? Bizdə də onun kimi baş nazirimiz Fətəxan Xoyskidir. Necə parlamentdə deyək ki, mühafizəkarlar səs çoxluğu ilə qələbə qazanırdı, liberallar, leybaristlər, bizdə də onun kimi müsavatçılar və yaxud da əhrar və yaxud da kommunistlər kim səs çoxluğu ilə qələbə qazanırsa, o nə edirdi? Hökuməti qururdu. Yəni bu formatda keçirdi. Yaxşı, gəldik. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 97.000 kvadrat kilometr
mübahisəsiz idi. Yəni mübahisəsiz 97.000 kvadrat kilometrdir. Yəni heç bir dövlətlə sərhəd münaqişəsi yoxdur. Amma mübahisəli 114.000 kvadrat kilometrdir. Mübahisə məsələlərini biz gələn dəstə ətraflı şəkildə keçəcəyik. Bilirsiniz də Gürcüstan və Ermənistanla bizim ərazi mübahisələrimiz var idi. Nəysə, AXC yaratdıq. AXC yaranacaqdı 1980 may 28-də və birinci hökumət kabineti yaradırıq. Birinci hökumət kabineti müvəqqəti hökuməti idi, yəni qismi şəkildə yaradılmışdı. 1918 mayın 28-dən iyunun 16-sına kimi yaradılacaqdı. Tiflis yaradıldı, Xoysk rəhbərliyi. Mayın 29-u İrəvanı verdik ermənilərə güzəştə. İrəvanı nəyin qarşısına verəcəkdik? Ermənistanın Azərbaycana qarşı Naxçıvan və Qarabağla bağlı ərazi iddiaları olmamalı idi. Ermənilər də bunu öz öhdəlinə götürürlər ki, söz verirlər ki, olmayacaq. İrəvandakı olan Azərbaycanlılar öz dillərində təhsil alma, qəzet jurnala çap etmə hüququ var idi. Lakin sonradan İrəvan veriləndən sonra bu sözlər tamamilə sıfırlanacaq. Sonra iyunun 4-ü Azərbaycan Osmanlı xarici siyasətdə ilk uğurlu addım olan Osmanlı müqavilə imzaladı. Osmanla bağlanan müqaviləyə görə Osmanlı dövləti AXC müstəqilini tanıyır və ona lazım gəlsə hərbi yardım edəcək. Lakin bu hərbi yardım yaradılacaq ordu Qafqaz İslam ordusu adlandırılacaq. Niyə Qafqaz İslam ordusu adlandırılır? Çünki Osmanlı Almaniya ilə Birinci Dünya müharibəsində nə qədər müttəfiq olsa da Bakı nefti məsələsində fikir ayrılığı idi. Çünki neftə sahib olan nəyə sahib idi? Gücə sahib idi. Ya bunu Osmanlı eləmədi, ya da Almaniya eləmədi. Ona görə də fikir ayrılığı vardı. Güya ki adını qoydular ki, Azərbaycan özünün ordusu var, amma o ordunu idarə etmək üçün Osmanlı zabit göndərəcəkdir. Əslində bütün ordu başdan əvvəl kimlərdən ibarət idi? Osmanlı əsgərlərindən ibarət idi. Sovet Rusiyası və Almaniya Qafqaz məsələsində Osmanlı maraqları toqquşduğu üçün və bu maraqların üstündə toqquşmadan qaçmaq üçün Osmanlı Qafqaz İslam ordusu adını qoyacaq. Və 1918-in iyununda yola düşəcəklər. Lakin Almaniya bunu yaxşı bildiyi üçün bunu Gürcüstan vasitəsilə qabağını almağa çalışırdı. Almanların az bir ordusu ilə Gürcü orduları birləşib Borçalı döyüşündə Qafqaz İslam ordusunun qarşısını almaq istəyirlər, lakin məğlub olacaqdı və geri çəkiləcəklər. Bundan sonra Tiflis hökuməti Azərbaycan hökumətindən tələb edəcək ki, Tiflisi tərk elə, çıx get öz ölkəmə. Və birinci hökumət iyunun 14-ü Tiflisi tərk eləyib, iyunun 16-sı isə Gəncəyə gələcəkdir. Və beləliklə Gəncə dövrü başlayacaqdır. Və paytaxt da Gəncə olacaqdır. İyunun 16-sından sentyabrın 17-sinə kimi olacaq. Lakin Gəncə dövrünə gələndə burada iyun böhranı adlı bir sistem, proses baş verəcəkdir. İyun böhranı, mən sizə bunu ətraflı gələn dərsdə izah eləyərəm. Sadəcə o burada olanı deyirəm sizə. İyun böhranı nə böhrandır? Mühafizəkarlarla liberallar arasında fikir ayrılığı baş verəcək və liberallar məcburiyyət qarşısında qalacaq. Birinci hökuməti ləğv eləyəcək, Milli Şuranı ləğv eləyəcək və ikinci hökumət yaradılacaq. İkinci hökumət kabineti rəhbəri Fətəli xan Xoysk olacaqdı. Bu hökumət kabinetinə həm qanunverici Milli Şuranın səlahiyyətləri veriləcək, həm də hökumətin özünün icra edici funksiyaları öz əlində cəmləşdirəcək, yəni saxlayacaq. Və ikinci hökumət kabinetinin əsas məqsədi Bakını işğaldan azad eləməkdir. İyun tədbirlərinə baxdığımızda, iyunun 19-u, iyunun 24-ü, iyunun 26-sı, iyunun 27-si. Bu tədbirlər içərisində hamısının PDF-də tədbirləri və tədbirlərin qabağında hansı tədbir olduğu qeyd olunub. Hərbi vəziyyətin olması, hərbi səfərbərliyin olması, ilk bayrağımızı qəbul eləməyimiz, ana dili qəbul eləməyimiz, yəni türk dilinin rəsmi dövlət dili olması, Azərbaycan dilini. Sonra strateji dövlət məhsullarının ölkədən kənara daşınması, qəti qadağan qanun, azad ticarətin şərait yaradan qanun, kiçik sahibkarlığın inkişaf elətdirilməsini şərait edən qanunlar veriləcək. Yəni bunların hamısı veriləcək və bunların hamısı kateqoriya bölünür. Hamısı da günlərindən veriləcək. Bu da Bakıda Bakı heykəsi var idi. Bakı heykəsi hökumətin Gəncəyə köçdüyünü görərək Azərbaycan Milli Azadlıq Hərəkatını boğmaq, AXC-ni süquta uğratmaq üçün bir çox ordusu ilə düz Göyçay istiqamətə hərəkət edəcəkdir. Bu vaxt Qafqaz İslam ordusu da Göyçaya gələcəkdir və iyul aylarındakı, iyunun sonu, iyulun 4-nə qədər olan toqquşmalarda, Göyçay döyüşlərində Qafqaz İslam ordusu qələbə qazanacaqdır. Və
Bakıya doğru irəliləmə prosesi baş verəcək. Bu vaxt İranın tərkibin, İranda bilirsiniz də Kazak dəstələri var idi, Rus Kazak dəstələri, Xiyabani hərəkatında da keçmişdi yadınızdadır. Rus Kazak dəstələrindən Bakı XKS kömək alacaqdı. Rus Kazak dəstələri gələcəkdi Kürdəmirə. Kürdəmir yaxınlığında yenə XKS ilə toqquşmalar olacaqdı, Qafqasımın yenə məğlub olacaqdı. Bu iki məğlubiyyət XKS-in tərkibində çəkişmələrə səbəb olacaq. SR menşeviklər Bakını əldə saxlamaq üçün XKS-yə təzyiq göstərəcək. XKS isə hər hansı bir gücü çatmayacaq. Çünki o vaxt Sovet Rusiyasının özünün başı qarışıq idi özündə. Lenin hökuməti Bakıya kömək edə bilmirdi. Ordu tamamilə dağılmışdı və müxalif qüvvələr olan SR menşeviklər tələb edirdilər. Buna görə də Bakı XKS bu çəkişmələrə tab gətirməyərək iyulun 31-də bunu yazaq. İyul 29, iyul 4-dür, Göyçay döyüşləri. İyulun 31-də Bakı XKS sübut edib yerinə avqustun 1-i Sentro-Kaspi diktaturası yaranacaq. Sentro-Kaspi diktaturası yaranacaq. Avqustun 1-ində. Sentro-Kaspi diktaturası yaranır. Bunlar SR menşeviklərdəndir və kommunistlər kənarlaşdırılır idarədən SR menşeviklər gələcək. Ben bunları size izah etmişim. SR'lər kimlərdir, menşeviklər kimlərdir, kommunistlər kimlərdir. Kommunistlər kənarlaşdırılır və SR menşeviklər gələcək. Sentro-Kaspi diktaturası Bakını əldə saxlamaq üçün İngiltərəyə müraciət edir. Və İngilis generalı, hansı ki Cənubi Azərbaycan gələn 1998-in yanvarına gələn Destrevlin rəhbərliyi altına İngilis generalı Bakıya daxil olacaq. Bakı şəhəri. Avqustda Bakıya daxil olacaq. Və lakin İngiltərənin qoşunlarının gəlişi Sentro-Kaspi diktaturasını kədərləndirəcək. Səbəb nə idi? Səbəb oydu ki, onlar gözləyirlər ki, İngilislər bura 5 minlik, 10 minlik ordu ilə gələcəklər. Amma Destrevlin 1000 əskərlə gəlir, az bir əskərlə. Buna görə də az olduqları üçün təəssüflənirlər. Destrevlin də gəlir, özü təəssüflənir. Çünki Sentro-Kaspi diktaturası buna məktub yazanda ki, bəs gəl burada səni güclü ordu gözləyir. Gəl gör ki, ordu tamamilə darmadağın olur. Bakı əhalisi ilə Qafqaz İslam ordusu, yəni Türk ordusunun səbirsizliyi ilə gözləyir. Yəni yerli əhali Sentro-Kaspi diktaturasına qarşı bir nifrəti var. İngilis də olsan, demokratsan, ən azından görürsən, kör deyilsən. Və ona görə də tez bir zamanda Bakının müdafiəsini təşkil eləmədən qoşunlarını göndərir. Yəni cəmi 100-150 nəfərlik özün zabit heyəti, bir də Sentro-Kaspi diktaturasının dəstələrini saxlayır. İngilis ordularını göndərir ki, hər an istərsiniz mühasirə düşə bilər, əsir düşə bilər. Bu da İngiltərə hökumətinə ziyan olsaydı. Bu vaxt avqust ayı Sovet Rusiyası Almaniya ilə razılaşır. Gizli sadiş imzalanır. RSFSR ilə Almaniya arasında gizli sadiş imzalanır. Almaniya artıq Osmanlı'nın arxasında iş görməyə başlayır. Gizli sadiş ilə Almaniya Osmanlı'ya təzyiq edəcək ki, Qafqaz ordusu Bakıya girməsin. Qarşılığında RSFSR Bakını əldə saxlamaq üçün ora vaxt qazanmaq üçün hərbi yardım göndərəcəkdi. Yəni bir növ yubadacaqdı Almaniya Osmanlını. Ona qədər də Ruslar ora ordu göndərməlidir. Başa düşdün? Bu yubadırdı ki, ora ordu göndərəcək. Üstünə də qarşılığında da Bakı neftinin müəyyən bir hissəsini Almaniya verəcək. Lakin Almaniya bilirsiniz 18 avqustunda 1-ci Dünya müharibəsində məğlubiyyətlərin artması, Osmanlının təzyiqi, hətta Osmanlının saymaması Almanları və Sovet Rusiyası da görür ki, Bakıya heç bir yardım edə bilmir. Almaniya özünü niyə pis eləyir? Tamamilə gizli saziş müqaviləsini imtina edir və artıq Bakını taleyinə buraxacaq. Və sentyabrın 15-i məktəbin açıldığı gün Bakı Sentro-Kaspi diktaturasından azad ediləcəkdi və Qafqaz İslam ordusu Nuru Paşanın rəhbərliyi altında ordu daxil olacaqdı Bakıya və Bakı tamamilə AXC-nin tabeliyinə keçəcəkdi. İkinci hökumət kabineti isə sentyabrın 17-sində keçəcəkdi Bakıya. İndi gəlirik Bakı ikinci hökumət kabinetinin baxın iyun tədbirlərini dedik. Düzdür. İyulda heç bir tədbirimiz yoxdur. İyulda ancaq döyüşlərimiz var. Avqust tədbirinə baxdığımızda Avqust tədbiri nə tədbiridir? Avqustda məktəblər milliləşdiriləcək. Bütün Azərbaycandakı özəl məktəblər, bu Qəzən məktəbləri var idi, sonra üsul cədid məktəbləri, Rus Azərbaycan məktəbləri, bunların hamısı özəli daha çoxu. Onların hamısı milliləşdirir, özünə birləşdirir, dövlət öz mülkiyyəti elan edir və bunun da əvəzində üstəlik də Azərbaycan dili türk dili elan ediləcək.
edəcək. Yəni rəsmi dövlət dili, və tədrisdə Azərbaycan dili məcburi dil olacaq. Yəni təhsildə də Azərbaycan dilini təmin edəcək. Sonra sentyabrında Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini köçürür Qazağa köçürür. Bakıda və Gəncədə yeni müəllim seminariyaları yaradılacaq. Bilirsiniz də Bakı Gəncədə 1914-16-da müəllim seminariya yaradılmışdı. İkincisini də AXC yaradacaqdı. Sonra bunlar ikisi də mədəni tədbir olacaq. Hələ ki mədəni tədbirləri deyirəm. Oktyabrda əslində bu tədbirləri ayırmaq sizin üçün çətin olmayacaq. Onsuz da əvvəldən biz bu üzrə ixtisaslaşmışıq. Bizim üçün əsas oradakı tədbir. Oktyabrda isə dövlət teatrı yaradılacaqdır. Nadir Şah əsəri səhnələşdiriləcək. Bu da mədəni tədbir sayılacaq. Başa düşdünüz? Bunlar mədəni tədbirlərdir. Hə, bir də senzuranın ləğvi var. Senzura nədir uşaqlar? Misal üçün deyək ki, roman kitab yazır, düzdür. Romanın müəyyən bir kitabını idarə nəzarətə götürür. Və o nəzarətə baxır, görür ki, əgər orada hər hansı bir artıq cümlə yoxdursa, çapa icazə verir. Yox, artıq cümlə varsa o cümlələri çıxartdırıb çapa icazə verir. Bax, o cümlələrə müdaxilə edən qurum nə adlandırılır? Senzur adlandırılır. Bax, senzuranın ləğvidir. Bu o deməkdir ki, insanlara söz, mətbuat, vicdan azaltılır. Yəni, istədiyin kimi yaza bilərsən, danışa bilərsən, fikrini ifadə edə bilərsən. Bunlar hamısı mədəni tədbirlərdir. Gəldik nəyə? Sosial-iqtisadi tədbirə. Sentyabrda Azərbaycan hökuməti Bakı bonu tədavülə buraxılacaq. Pul vahidi, bildiyiniz manatın bir növ Bakı bonu tədavülü. Pul vahidi, baxın, bu manat deyil. Pul vahidi deyilir bu. Gələcək qalsın. Pul vahidi tədavülə buraxılır. Oktyabrda isə vaxtilə Bakı XTS-nin varlı insanlardan aldırdığı, milləşdirdiyi neft və neft məhsulları vardır. Xəzər ticarət donanması millləşdirmişdir, banklar millləşdirmişdir. Onlara əvvəlki sahiblərinə geri qaytaracaq. Yəni, özəlləşdirmə keçirəcək. Özəlləşdirmə həyata keçirilməsi 1918 Azərbaycanlı, 1950-ci illər İngiltərə ilə, 80-ci illər yenə İngiltərə ilə oxşar cəhət eləyə bilərsiniz. Təhcil və Churchill-ə oxşar cəhət eləyə bilərsiniz. Sonra, ikinci hökumət kabineti dedi ki, sentyabr, oktyabrda tədbirləri bu olacaqdır, iqtisadi tədbirlər. Oktyabrda bilirsiniz də, Azərbaycan Xalq Cümhuriyyəti xilas edən hansı dövlət idi? Osmanlı. Lakin Osmanlı oktyabrda Mudros müqaviləsi ilə məğlub olub Birinci Dünya müharibəsindən çıxdığı üçün, Mudros müqaviləsi ilə məğlub olub Birinci Dünya müharibəsindən çıxdığı üçün Azərbaycanı tərk edəcək. Bundan sonra Antalya dövlətləri qalib dövlət kimi İngiltərə noyabrda İngilis qoşunları Bakıya daxil oldu. Bu dəfə Denstevli yox, Thomson gələcək. Denstevlidən fərqli olaraq Thomson AXC-yə qarşı mübarizə aparmır. Düzdür, AXC-nin ilk vaxtlar AXC-yə münasibətləri yaxşı deyildi. Amma Denstevlidən fərqli olaraq AXC-nin yaradılmasında, möhkəmləndirilməsində, sözün əsl mənasında çox böyük pay sahibi oldu. Thomson gəldi. Lakin Thomson gələndə yenə münasibətlər gərginləşəcəkdi. Çünki biz getdik dedik ki, bəs biz hökumət yaratmışıq. Thomson hökumətin tərkibinə baxanda bəzi nüanslar var idi. Yenə də onu ifadə edərik gələn dərslərdə. Bəzi nüanslar var ki, o nüansları bəyənmədiyi üçün bir növ ikinci hökumət tez bir zamanda tədbir görməlidir. Nə tədbir görəcək? Noyabrın 1-i Müdafiə Naziri yaradılacaq. Noyabrın 9-u üçnəşli bayrağımızı qəbul edirik. Noyabrın 16-sı Milli Şuranı, hansı ki iyunun 16-sı Milli Şuranı ləğv eləmişdi, Milli Şuranı yenidən bərpa edilir. Və noyabrın 20-si Milli Şura parlamenti yaradılması haqqında qərar verir. Bax, bunların hamısı dövlət tədbiridir. Dekabrın 7-si isə Azərbaycan Respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin daha doğrusu qanunverici orqan olan parlament yaradılacaq. Parlament 120 deputat bir palatadan ibarət idi. Etnik azlıqlara ingilislərin təzyiqi ilə, yəni Thomsonun təzyiqi ilə daha çox yer verilmişdi. Etnik azlıq deyəndə burada xüsusən erməni və ruslara daha çox götürülür. Lakin ermənilər güya bizim parlamenti boykot edib gəlmək istəmirdilər. Thomson tələb edir onlardan ki, gəlib ki, oturacaqsınız, canınız çıxacaq parlamentdə. Siz oturmaya, itaatsizlik edə bilməzsiniz, məcbursuz. Və dekabrın 7-si parlamentə açılışla əlaqədar olaraq parlament ilk sərəncamını verir ki, siyasi amnisiya, yəni siyasi fikirlərə görə vaxtilə həbs olunan insanları həbsdən neynirəm? Buraxacaq, azadlanacaq. Dekabrın 7-sində 2-ci hökumət kabineti sübut edir. Yerinə 3-cü hökumət kabineti yaradılacaqdır. 3-cü hökumət kabineti rəhbəri yenə kim olur? Xoyski olacaqdır. Parlamentin rəhbəri isə kim idi? Sədri. Parlamentin sədri Topçubaşov idi. Lakin Topçubaşov bu vaxt parlamentin sədri olsa da ölkədə yox idi.
O həm İstanbulda bizim səfirimiz idi, həmin vaxt İstanbulda səfir idi. Həm də Topçubaşova teleqrama göndərdilər ki, sən Azərbaycan Xalq Cümhuriyyətini təmsil etmək üçün Paris Sülh Konfransı var idi, 1919-da açılışı olan. Paris Sülh Konfransına getməlisən. Yəni 18 dekabrında parlament nümayəndə heyəti rəhbəri kimi Topçubaşov AXC təmsil etmək üçün Parisə yola salınacaq. İstanbuldan Parisə yola salınacaq. Və buna görə də parlamentin köməkçiləri olan Həsən bəy Ağayevlə Məmməd Yusif Cəfərov parlamenti idarə edəcəkdir. Üçüncü Hökumət Kabineti yaranacaqdır. 1919-un yanvarında Qarabağ General Qubernatoru yaradılır. Qarabağ General Qubernatoru niyə yaradılacaq uşaqlar? Yaradılma səbəbi Qarabağ General Qubernatoru erməni hücumları bilirsiniz Qarabağa tez-tez olurdu. Qarabağı müdafiə etmək lazım idi. Ancaq AXC rəhbərliyi Qarabağda xüsusi idarəetmə orqanı yaradılacaq. Qarabağda xüsusi idarəetmə orqanı yaradılması 1919-un yanvarını 1923-nə oxşar cəhətdir. DQMV-nə oxşar cəhətdir. Buna görə Qarabağ General Qubernatoru yaradıldı. Kim idi rəhbəri? Xosrov bəy Sultanov idi. Ermənilərin ən belə deyək də qorxulu, vahiməli insanı idi. Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət Kabinetində müdafiə naziri olmuşdu. Sonradan isə Qarabağ General Qubernatoru olacaqdı. Gəlişi ilə Qarabağdakı ermənilərin öz başına son qoyulacaqdı, onların hücumlarına son qoyulacaqdı və onların Azərbaycan tabeliyində bir növ sabit saxlanmasına təmin edəcəkdi. İkincisi isə 19 fevralında başqa hansı ərazidə yaradıla bilər sizcə? Naxçıvan General Qubernatoru. Yenə eyni şeyə görə yaradılır, erməni hücumlarını qorumaq üçün. Naxçıvan General Qubernatoru biraz faciəvi bir şeydir, hadisədir. Yəni əslində belə deyək də, başı bəlalı bir general qubernatorudur. Birinci Osmanlı dedikdə oktyabrda çıxır Azərbaycan təşkil Naxçıvandan da çıxır. Avtomatik Naxçıvanın təhlükəsi daha çox artacaq. Ermənilər oraya hücum edə bilərdi. Ona görə Osmanlı yerli əhalidən ibarət Araz Türk Respublikası yaradacaqdı. Yerli əhalidən ibarət Araz Türk Respublikası yaradacaqdı. Bu yerli əhalidən ibarət yaradılmışdı. Yerli əhalidən ibarət müdafiə batalyonları yaradılacaq ki, Naxçıvan qorusunlar. Araz Türk Respublikası oktyabrdan ta ki fevrala qədər öz fəaliyyətini qoruyub saxlayır. Lakin ermənilərin diplomatik təsirləri, burada çox güclü erməni diasporası var. Paris konferansında düşünün ki, ermənilər həm ingilisləri, həm də ki ABŞ-ı öz tərəflərinə çəkə bilmişdir o dərəcədə. Ermənilərin güclü siyasi təzyiqi, ermənilərlə bərabərində AXC-nin laqeyti, yəni AXC-nin gücünün çatmaması və ABŞ-ın orada, İngiltərənin orada xüsusi erməni idarəsinin yaradılması nəticəsində Araz Türk Respublikası süqut edir. AXC Araz Türk Respublikası süqutundan sonra tez bir zamanda Naxçıvan qorumaq üçün Naxçıvan General Qubernatoru yaradılacaq. Lakin Bəhrəm xan Naxçıvanskinin rəhbərliyi altında yaradılan General Qubernatorluq Naxçıvanda öz fəaliyyətini tam şəkildə həyata keçirə bilməyəcək. Buna səbəb bayaq yuxarıda saydığım göstəricilərdir. Erməni idarəçiliyi, ingilislərin imkan verməməsi. Zaten o dövrdə Azərbaycan Bakıda da öz fəaliyyətini həyata keçirir, AXC həyata keçirir. Çünki ingilislər özlərini General Qubernator yaratmışlar Bakıda. Elə bir AXC-nin qərarlarına protiv çıxırlar ingilislər. Başa düşdünüz? Deyirəm də, ilkin vaxtlarda Thomson Azərbaycan hökumətinin çox belə isti baxmırdı məsələyə. Bunun səbəbini indi açıqlayacaq gələndə, ətraflı izah edəndə. Və ona görə də çox isti baxmırdı deyə, biraz Thomson, yəni ona görə də öz bildiyini eləyirdi. Amma proses yanvarda, fevralda tam fərqli dəyişəcək. İndi gəldi Naxçıvan General Qubernator yaradılacaq. Sonra 1919-un martında AXC-də belə deyək də, bir çox sahələrdə islahatlar keçiriləcəkdir. Aprelində isə 3-cü Hökumət Kabineti, koalisyon Hökumət Kabineti idi, süqut ediləcəkdir. Yerinə 4-cü Hökumət Kabineti yaradılacaqdır. İndi 4-cü Hökumət Kabineti ətraf edəcək. Baxın, Qarabağ General Qubernator, Naxçıvan General Qubernator dövlət tədbiridir. İkisi də dövlət tədbiridir. Amma bunun mədəni tədbir nə idi? AXC fevralda Əlifba komissiyası yaradılacaq. Əlifba komissiyası yaradılması 1919-u 1922-nə oxşar cəhət eləyir. Əlifba komissiyası yaradılmasında məqsəd Azərbaycanın ərəb əlifbasından Latın əlifbasına keçid siyasətini həyata keçirilməsidir. Bir də fevralda sosial tədbir olaraq kəndlərə torpaqların paylanması ilə bağlı parlament daxilində komissiya yaradılması haqqında da qərar veriləcəkdir. Bu da sizin AXC dərəcəsidir.